Epilog. Toyu yay tətili başlayan kimi, yayın əvvəlində keçirmə qərarına gəldilər. Düzdür, bu qərarı daha çox gənclər yox, onların anaları verirdi və toy hazırlığı adlı burulğanı artıq heç nə dayandıra bilmirdi. Samirə baş verənləri güclə izləyirdi. Zallar seçilir, menyular kəsdiqlənir, rənglər, parçalar, geyimlər üstündə mübahisələr gedirdi. O, utana-utana xatırlatmağa çalışırdı ki, əvvəlcə sadə bir toy barədə razılaşmışdılar. Amma Mətanət xanım əlini yellədi. Sadə toy qonşuların şənliyi ola bilər. Bizdə isə hər şey qaydasınca olmalıdır. Mənim gəlinim parıldamalıdır. Mənə də ağ don olar. Aysel əl çəkmirdi, ətəklərin və parça nümunələrinin arasında fırlanaraq. Əlbəttə olar, sən axı bizim balaca şahzadəmizsən. Samirə gülümsədi, saçlarını sığallayaraq. Elə bu an otağa Rüstəm bir qutu paxlava ilə daxil oldu və içəri girən kimi masanın üstünü nümunələrlə dolu görüb gözlərini böyütdü. O, ay Allah, bütün bunlar bir gün üçün? Sən bunu qəsdən edirsən, yenə şirniyyat gətirmisən? Mətanət xanım narazılıqla dedi. Biz burada pəhrizdəyik axı. Siz onsuz da hamınız sinir pəhrizindəsiniz. O təmkinlə cavab verdi, qutunu masaya qoyaraq. Bu isə rəsmi sakitləşdiricidir. Aysel icazə gözləmədən qutunu açmağa başladı, sevinclə. O, paxlava, bizim sevimlimiz. Oldu, indi sizin kök gəlininiz olacaq. Samirə ah çəkərək paxlavaya baxdı. Məcbur qalacam, papa ilə eyni ölçüdə tikdirim. Hamı güldü. Hətta Mətanət xanım da dözməyib bir tikə götürdü. Samirə hiss etdi ki, sinəsində isti, yumuşaq bir dalğa yayılır. Çünki bu olanlar təkcə toy hazırlığı değildi. Bu daha böyük bir şey idi. Onların evinin, onların yeni reallığının qurulması. Burada əsas olan parıltı və pafos yox, sevgi, hörmət və ailə idi. Axşam Samirə ilə Rüstəm bulvarda çayxanada yüngül bir pled altında oturmuşdular. Xəzərin duzlu qoxusunu içinə çəkir, dalğaların tənbəl şırıltısını dinləyirdilər. Xoşbəxtsən? Rüstəm onun əlini tutaraq soruşdu. Xoşbəxtəm, Samirə asta cavab verdi. Amma biraz heyecanlanıram. Hər şey çox sürətlə gedir. Əsas odur ki, biz birlikdəyik. Qalanı da yoluna düşəcək. Xüsusilə də sənin paxlavanın kiloları. Samirə onun çiyninə söykənib mızıldandı. Ailə həyatında həmişə yan təsirlər olur. Onlar güldülər. Həmin axşam Xəzər xüsusilə sakit görünürdü və həmin bu sakitlikdə Samirə dəqiq bilirdi ki, hər şey yaxşı olacaq. Qarşıda həyat vardı, öz fırtınaları və sevincləri ilə. Amma indi onun yanında o var idi və bu hər şeyi dəyişirdi.